2016-cı il aprel ayının əvvəllərində qoşunların təmas xəttində təxribat törətməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə qarşı ordumuz uğurlu əks-hücum əməliyyatı keçirməyə başladı. Bu əməliyyatlar nəticəsində bəzi ərazilərimiz düşmən işğalından azad edildi. Bu şərəfli döyüşlərdə Şabran rayonu özünün sonuncu şəhidini verdi. Abidov Babək Vəfadaroğlu 5 may 1992-ci ildə Şabran rayonunun Zeyvə kəndində anadan olub. Orta təhsilini Zeyvə kənd orta məktəbində alıb. Babək mənim ailəmin son beşiği idi. 2 oğlan, 2 qız idilər. Babək çox qayğıkeş uşaq idi. Çox həddindən artıq. İstəmirdi ki, nəsə biz onun üçün nəsə eləyək. Elə çalışırdı ki, o bizə nəsə eləsin. Babək 18 yaşında hərbi xidmətə gedir. Murov dağında ən çətin iqlim və coğrafi şəraitdə xidmətini başa vurur. O bir hərbi xidmətdə olarkən hərbi hissənin komandanı Polkovnik Cəbrayilov tərəfindən bizə təşəkkürnamə göndərdi və dedi, sizin oğlunuz əsl hərbiçidir, hərbiyə layiqdir. 6 aylıq xüsusi təlim kurs keçdi və xüsusi təyinatlı dəstədə xidmət etməyə başladı. Soruşdum, ay bala, axı sən bu qədər soyuqluğu, bu qədər əzabı sən o dağın zirvəsində çəkdin. Niyə sən yenə hərbini seçdin? Dedi, ay mama, torpaqlarımızın 20% işğal altındadır. Ən çoxu da Xocalıda olan hadisələri bizə göstərirdilər. Onun hissini mən yaşayırdım. Bir gün elə bir ki, qısas hissi mənə gəlirdi ki, mən haçansı gedib onların qısasını alacağım və gedib aldı da. Babək təlimlərdən sonra xüsusi təyinatlı dəstədə kəşfiyyatçı kimi cəbhə bölgəsinə yollanır. O axırıncı dəfə bayram gecəsi gəldi, ayın 21-i. Martın 21-i gəldi, gecə gəldi, elə gecədə getdi. Orada oturdum, mən toy barəsində danışdım. Dedim ki, gedək də, Qızgili gedək. Dedi ki, əvvəl dedi, razılaşdı, dedi, hə gedək. Sonra dedi ki, yox aynen, qoy biraz qalsın. Ayın 27-si getdi, 27-si danışdım onunla, gecə danışdım onunla. Nə tərsən, ay bala, necəsən? Dedi, yaxşıyam, hər şey yaxşıdır, amma hiss eləyirdim ki, nəsə çətinliyi var. Amma bildirmədi, dedi, yaxşıyam. 28-i təzədən nəsə ürəyimə elə bil ki, nəsə damdı. 28-i zəng elədim, yenə zəng çatmadı. 29-u, 30-u, 31-i, hər gün, hər dəqiqə zəng eləyirdi. Yenə zəng çatmadı ona. Ürəyim başladı narahat olmalı. Çox narahat oldum, həddindən artıq. Ayın ikisi də, biri ikisini keçən gecə Rojet televizorda belə şey verəndə laf mən yerə göyə sığmadım. Həddindən artıq narahat olmağa başladım. Ayın 3-ü gördüm ki, yox, mən heç yeriyə bilmirəm. Sıxırlar. Nəysə bu minvalla ayın 8-inə can heç nə. Ancaq gözləyirdi ki, haçansı zəng eləyəcək. Ayın 9-u bir də gördüm, bələdiyyə gəldi bura. Sonra mən başa düşdüm ki, mənim uşağım şəhid olub. Gün gidəndə, ay gələndə gəl oğlum. Cihan yanar, sən güləndə gül oğlum. Bir yol vardır, haqq yoludur, bil oğlum. Yeri bilmək, göyü bilmək, bil oğlum. Çabuk böyü, çabuk yetiş, tez oğlum. Mən gəzəm, Qarabağda gez oğlum. Çabuk büyü, çabuk yetiş, tez oğlum. Sakal gezer, bu dağlarda gez oğlum. Gez oğlum. Vatanına göz dikeni ez oğlum. Dostun kim, düşmanın kimsez oğlum. Tarixini şerefinle yaz oğlum. Yaz oğlum, gez oğlum. Vatanına göz dikeni ez oğlum. Dostun kim, düşmanın kimsez oğlum. Tarixini
şerefinle yaz oldu, yaz oldu. Gez oldu, vatanına göz dikeni ez oldu. Dostun kim, düşmanın kimsez oldu. Tarihini şerefinle yaz oldu, yaz oldu, gez oldu. Vatanına göz dikeni ez oldu. Dostun kim, düşmanın kimsez oldu. Vatanına göz dikeni ez oldu. Dostun kim, düşmanın kimsez oldu. Tarihini şerefinle yaz oldu, yaz oldu, gez oldu. Vatanına göz dikeni ez oldu. Dostun kim, düşmanın kimsez oldu. Tarihini şerefinle yaz oldu, yaz oldu. Geç karşıma, söz ver bana, söz ol, söz ol. Sonuncu menzile götüren zaman canı yanar, 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 yanar. Aşk değil, belasız olsa, kedersiz, miskilsiz, cefasız olsa, seven sevdiğine vefasız olsa, melekler canını götüren zaman canı yanar. Bence o aşk değil, belasız olsa, kedersiz, miskilsiz, cefasız olsa, seven sevdiğine vefasız olsa, melekler canını götüren zaman canı yanar. İnsan sevdiğini yitiren zaman canı yanar, 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 yanar. Sonuncu menzile ötüren zaman canı yanar, 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 yanar. İnsan sevdiğini yitiren zaman canı yanar, 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 yanar. Sonuncu menzile ötüren zaman canı yanar, 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 yanar. Bu vaxtsız ayrılıq, bu vaxtsız ölüm səni məndən alıb aparmazdı kaş. Nə olardı bu zalım, əcəl gəlməzdi, əlin əlimdən qoparmazdı kaş. Götürüb dərdim, kədərimi də haçansa gələcəm məzarın üstə. Son qoyub həyatın haqsızlığına, bir gün mən öləcəm məzarın üstə. Bir gün mən öləcəm məzarın üstə. İnsan sevdiğini yitiren zaman canı yanar, 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 yanar. Sonuncu
Mənzilə ötürən zaman Canı yanar, 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 yanar. Bugün Ali Baş Komandanın əmri olsa, yəni əgər bu dəqiqə Erməniyə müharibə elan olsa, mən bu dəqiqə oğlum özü də, bütün ailəm hamısı kömək eləməyə canla başla hazırıq. Vuruşmağa həmişə hazırım.